Monsieur et Madame, mes amis, mes remerciements le plus sincère. Vous êtes très intelligents, vous êtes très intellectuel et réfléchi. Vous êtes magnifique. Malheureusement, je n'ai pas le temps maintenant, mais je pense que je dois améliorer mon français dès que possible. Merci beaucoup. Değerli dostlar, az öncə başlanğıcda mən Gəncə Dövlət Universitetinin Fransız dili kafedrasının müəllimlərinə, professorlarına müraciət ünvanladım. Məsələ burasındadır ki, mən çoxdandır fransız dilində danışmıram və qüsurlarım olarsa, təbii ki, yəqin ki var. Fransız dilli peşəkarlar üzürlü saysınlar, qüsurlarımı bağışlasınlar. Az öncə mən bir tədbirə dəvət almışdım və təşəkkürlərimi çatdırıram universitetimizin rəhbərliyinə, kafedra müdürünə ki, məni bu tədbirə dəvət etdilər. Və tədbirdən sonra mənim imkanım oldu Gəncə Dövlət Universitetinin fransız dili kafedrasının bir neçə müəllim professorları ilə qısa bir söhbət edim. Adamlar məni heyran buraxdı. Mən özümü bir anlıq Fransada, Parisdə hiss elədim. Öz nitqləri, danışıqları, auraları, ziyaları ilə axıcı, gözəl fransız nitqləri ilə və qısa da olsa, təbii ki. Və biz həmişə öz təhsil sistemimizi, təhsil ocaqlarımızı, müəllim professorlarımızı tənqid edirik. Əlbəttə ki, tənqid normaldır və dünyanın hər yerində olduğu kimi Azərbaycanda da təhsil sistemində müəyyən çatışmamazlıqlar var, amma dövlət bu çatışmamazlıqların aradan qaldırılması üçün bütün zəruri tədbirləri həyata keçirir və zamanla ümidvarıq ki, hər şey daha yaxşı olacaq. Və mən bu paylaşımı da məhz bu məqsədlə yayıram ki, şübhəsiz ki, başqa kafedralarda da, başqa universitetlərdə də bu cür yüksək səviyyəli mütəxəssislər var. Sözün əsl mənasında mən bugün yenidən həvəsləndim ki, fransız dilini təkrar başlayım, öyrənim, oxuyum, təkmilləşdirim. Məhz, bax, qısa bir söhbətim oldu müəllimlərlə. Məhz onların sayəsində. Təşəkkürlər.